You probably have already heard about Oxford University. Sen probably ehtimal ki have already heard artık eşitmisən Oxford Üniversiteti haqqında. It's called Oxford University. O Oxford Üniversiteti adlanır because çünkü it's located in the town of Oxford. Oxford şəhərində located yerləşir. England, İngiltərədə. Classes first began there in 1096. Dərslər first birinci başlayıbdı 1096-cı ildə. And it is one of the best universities in the world və dünyanın ən yaxşı universitetlərindən biridir. Most college and universities are located on just one main campus. Bütün əksər college və universitetləri located yerləşir. Just sadəcə one main, bir əsas kampusda. But this university is located in many different places around the town. Amma bu universitet is located yerləşir many different places. Çox fərqli yerlərdə şəhərin ətrafında. For example, məsələn, near South Parks Road, you can find the science area. Do you like to read? Oxumağı xoşlayırsan? If you do, əgər xoşlayırsansa, there are millions of books at the University Bodleian Libraries. University Bodleian kitabxanasında milyonlarla kitablar var. In addition, əlavə olaraq, the university has a large number of parks. Üniversitetin böyük sayıda parkı var. There is the Botanic Garden on High Street. High Street'te botanik bağı var. It has more than 8,000 different kinds of plants. 8000 növdən different fərqli kinds of növ plants bitkidən çoxdur. There are more than 21,000 students from many countries around the world. Dünyada deyir 21 milyondan çox tələbə deməli var. Around the world, dünyanın hər yerindən. Many famous people have studied there. Çoxlu məşhur insanlar orada təhsil alıblar. Some of them are William Penn. Some of them, onlardan bəzisi William Penn'dir. Sonra the founder of America State of Pennsylvania. Pennsylvania'nın banisi. Or J.R.R. Tolkien. The author of the Hobbit and the Lord of the Rings və yaxud da J.R.R. Tolkien'dir. Finally, nəhayət, if you're thinking of visiting or studying at Oxford, əgər düşünürsənsə getməyə və yaxud da oxumaq Oxfordda, there is a gift shop at 1006 High Street. 106 High Street'də, High Street 106'da gift shop var, hədiyyə mağazası, where hardakı you can buy souvenirs to remember your time. Souvenir ala bilərsən, xatırlaya bilərsən your time at this world class university. Bu dünyanın, yəni ən yaxşı məktəblərində, universitetlərin birində olduğun dərsini xatırlamaq üçün hədiyyə ala bilərsən. Humans have cared for others for many years. İnsanlar have cared qayğısına qalıb for others, başqalarını for many years, çox illərdə. In ancient times, qədim zamanlarda people used plant herbs and natural materials. İnsanlar istifadə edirdilər bitkilərdən, herbs, dərman bitkilərindən and natural material, təbii materiallardan to treat illness, xəstəliyi sağaltmaq üçün. As early as 2000 before centuries, 4000 eramızdan əvvəl 4000 as early as 4000 il kimi eramızdan əvvəl special places, xüsusi yerlər similar to modern hospitals, müasir hospitallara bənzər were built for sick people, tikilmişdir xəstə insanlar üçün. At that time, o zaman people knew, insanlar bilirdi, little, az bilirdi about the human body, insan bədəni haqqında. During the Renaissance, İntibat dövründə interest in science grew. Interest in science, yəni elmə olan maraq böyüyür. People started to understand our body. İnsanlar bədənimizi başa düşməyə başlayır. And its function better. Və onun deməli, understand our body and its function. Bədənimizi və onun funksiyalarını better, daha yaxşı başa düşməyə başlayır. In the 1850-ci illərdə scientists discovered that, alimlər kəşf etdilər ki, germ caused illness, mikroblar xəstəliklərə səbəb olur, and hospitals started focusing on cleanliness.
to prevent infection. Xəstəxanalar started başladılar fokuslanmağa, cleanliness, yəni təmizləməyə, to prevent infection, infeksiyanın qarşısını almaq üçün təmizləməyə başladılar. At first, birinci, hospital workers, xəstəxana işçiləri were not respected, hörmət olunmurdu. But later, sonra nursing became a respected profession. Tibb işçisi də, nursing, tibb bacısı deyə hörmət olunan bir sənət, profession, sənət oldu. During the Industrial Revolution, sənaye inqilabı ərzində medical tools, tibbi alətlər and medicines, dərmanlar improved, inkişaf etdi, making treatment easier, müalicəni daha rahat etdi, and safer və daha təhlükəsiz. In the 20th century, 20-ci əsrdə, people found protection against many dangerous disease. İnsanlar found protection, qoruma yolları found, aşkar etdilər. Against, qarşı, many dangerous disease, çox təhlükəli xəstəliklərə qarşı. Today, bugün healthcare includes not only doctors, sağlamlığımızın qaydasına qalan not only nəinki həkimlərdir, but also həmçinin nurses, tibb bacılardır, physical therapists, fiziki terapistlər, and technicians, texniki işçilər. They all works together to keep people healthy. Onlar hamısı birlikdə işləyir, to keep people healthy, insanların sağlamlığını qorumaq üçün. Amir Teymur, also known, həmçinin bilinir as Tamerlan kimi, was born on April 9, aprelin 9-unda olub, in 1336, 1336-cı ildə, in the village of Hojalgar kəndində, near Şahrisabın yaxınlığında. A city located in southern Uzbekistan, Şəkil city, şəhər, located, yerləşir, Cənubi Özbəkistanda. His father, onun atası Amir Turgay, was a wealthy and influential man, deməli, wealthy, zəngin və influential man, sözü keçən adam idi. And his mother, Teguna, onun atası Teguna, came from a noble family, nəcib bir, nüfuzlu burada mənasında da ailədən gəlirdi. From a young age, gənc yaşlarından Amir Teymur showed great interest in both state affairs and military matters. Amir Teymur showed, göstərirdi, great interest, böyük maraq göstərdi, in both, hər iki, state affairs, dövlət işlərinə, and military matters, və hərbi məsələlərə. He was well educated, o yaxşı təhsil almışdı, receiving an extensive education. Deyir, çox geniş, böyük təhsil almışdı, yəni geniş təhsil almışdı in various subjects, fərqli fənlərdə, like geography, medicine, history and astronomy, bu fənlərdə, which, hansı ki, often impressive scholars of his time, tez scholars, yəni alimi adlan, which, hansı ki, often tez impressive, təsirlənirdi, scholars of this time, həmən vaxtın alimlərindən. As a young, gənc olarkən Teymur was physically strong, fiziki güclü, and handsome və yaraşıqlı idi. And he spent much of his time training for military activities. He spent, o vaxt keçirdi, much of his time, vaxtının çoxsunu training for military activities, hərbi fəaliyyətləri məşq edərək. His early life, onun erkən vaxtlarında, was marked by involvement in the conflict. Involvement cəlb olunmuşdu. The conflict, ziddiyyətlərə cəlb olunmuşdu. Between local landowners, yerli mülkədarlar arasında. During one of these battles, döyüşlərinin birində, he was seriously wounded. O, ciddi şəkildə wounded, yaralandı. Suffering injuries to his hand and leg. Suffering, yəni suffer, əziyyət çəkmək deməkdir. Suffering, injury, zədədən əziyyət çəkirdi. To his hand, əlində və ayağındakı zədədən əziyyət çəkirdi. Also, baxmayaraq, his hand healed, onun əli sağaldı. His leg remained permanently lame. Onun ayağı uzun müddətli, permanently, yəni daimi olaraq topal qaldı. Despite this, buna rəğmən, despite və in spite of da isim ismi birləşmə işlənilir, cümlə gəlməz. Buna rəğmən Amir Teymur continued, davam etdi his military career, hərbi karyerasına, leading his forces with remarkable courage and determination. Leading, yəni apardığı, leading his forces. Bir saniyə. O deyir, qüvvələrində his forces,
with remarkable görkəmli cəsarət və determination, qətiyyət nümayiş edirdi, göstərirdi. Leading his forces, onun rəhbərlik etdiyi qüvvələr remarkable görkəmli cəsarət və qətiyyət nümayiş etdirirdi. Timur played a crucial role in the unification of Central Asia. Teymur deyir, crucial rol, vacib rol oynayırdı. Deməli, Mərkəzi Asiyanın əsas qüvvələrində. He stopped the constant battles. O da stopped, dayandırdı. Constant, daimi battles, döyüşləri between Khan and Beks, Khan and Beks arasında. And established, əsasını qoydu. Powerful, centralized state, güclü, mərkəzləşdirilmiş dövlətin. His leadership, onun liderliyi, vision, görüşü and military strategies və hərbi strategiyası helped him, ona kömək etdi. Gained widespread recognition, böyük, widespread, geniş səviyyədə, yəni dünyaca recognition, tanınma. As a great leader, böyük lider kimi. By uniting various regions, birləşdirərək various fərqli regionları, he built a great empire. O tikdi, qurdu böyük bir imperiya, that hansı ki covered much of Central Asia, Mərkəzi Asiyanın əksəriyyətini tutur. Əmir Teymur became a legendary figure. Əmir Teymur deyir, əfsanəvi obraz oldu. A great statement, böyük dövlət adamı, and one of the most significant military leaders in history. One of the significant military leaders. Hərbi significant, əhəmiyyətli hərbi liderlərin, əksər əhəmiyyətli hərbi liderlərin biri kimi tarixdə. His fame, onun şöhrəti, reached far, uzaqlara çatdı. Beyond the Central Asia, yəni Mərkəzi Asiyadan da uzaqlara çatdı. And he became widely known, o deyir, tanınmağa başladı. Across the world, dünyada as Great Timurlan, Böyük Timurlan kimi. Devam edirik digər mətnimizi. A survey by University College London suggests that hobbies can help reduce depression. Sorğu, Universitet College, deməli London Universiteti tərəfindən təşkil olunmuş sorğu suggest that təklif edirdi ki, hobbies can help, hobbilər kömək edə bilər, reduce depression, depressiyanı azaltmağa. The study found that araşdırmalar aşkar etdi ki, aşkar etdi ki, people, insanlar with hobbies, hobbiləri ilə had a 72% higher chance of recovery. 272% higher, daha çox chance of recovery, sağalma şansları olur. It involves 8,780 people over 50 and lasted 13 years. Deməli, it involve, ona cəlb olunmuşdu 8780 insan over 50, deməli, and lasted 50 yaşdan yuxarı və lasted davam etmişdi 13 il. The results show that, araşdırmalar göstərirdi ki, hobbies can improve symptoms, hobbilər simptomları inkişaf etdirə bilər, and lower the risk of depression, və depressiyanı riskini lower, aşağı salır, by 309%, 309%. The research also found that, araşdırmalar həmçinin aşkar etdilər ki, both group, hər iki qrup, and solo hobbies və tək hobbilər can be helpful, kömək edə bilər. Hobbies can be form of social prescription for people with moderate depression. Hobbilər deyir, can be formalaşdıra bilər sosial prescription qavramanı for people, insanlar üçün with moderate depression, hansı ki orta demək, yəqin ki, orta dərəcədə depressiyası olan insanlarda fikir formalaşdıra bilər. The university suggests that, universitetlər təklif edirlər ki, hobbies could be used alongside other treatments of depression. Hobbilər
could be used istifadə oluna bilər alongside bununla yanaşı başqa treatments of depression, başqa depressiyaların müalicəsində. As children, uşaq olarkən we played and enjoyed activities, oynayırıq və zövq alır aktivitetlərdən, such as football, baking or riding bike, futbol kimi, pişirmək və yaxud da velosiped sürmək kimi. These activities brought us joy. Bu fəaliyyətlər bizə sevinç gətirir. But as adults, yetişkin olarkən we often forget how to have fun. Biz unuduruq necə əylənməyi. Hobbies provide a safe escape. Hobbilər təmin edir bizə təhlükəsiz qaçışlar from everyday stress, gündəlik stressdən. While life can feed bizi, həyat deyir bizi məşğul edərkən, yəni hisslərimizi, fikirlərimizi məşğul edərkən, making time for a hobby can be worth it. Making time for a hobby, yəni hobbiyə vaxt ayırmaq can be worth, daha dəyərli ola bilər. It could bring back old passion. O sizi geri qaytara bilər. Bring back, geriyə apara bilər. Old passion, köhnə istəklərinizə. Or help you discover new one. Və yaxud da yenisini kəşf etməyə kömək ola bilər. It's never too late to start something new. Heç vaxt gec deyil. It's never too late, heç vaxt gec deyil. To start something new, yeni nəyəsə başlamaq, and feel better və daha yaxşı hiss etmək. The city of Dwarka is believed to be one of the oldest lost cities in India. City of Dwarka şəhəri is believed, bilinir, to be one of the oldest, ən qədim, lost, itmiş şəhəri Hindistan. According to ancient text, qədim tekstlərə uyğun olaraq, according to, uyğun olaraq, according to-dan işlənirsə, ondan sonra isim birləşmə gələr. It was ruled by Lord Krisha. O deyir, idarə olunurdu Lord Krisha tərəfindən. Later, sonra disappeared, yox oldu, under the sea, dənizin altında. For many years, çox illər, people thought, insanlar düşündülər, it was just a myth. Bu mifdir. However, lakin in 2001-ci ildə marine archaeologists, dəniz arxeologistləri discovered, kəşf etdilər structures, deməli, strukturları və artifacts underwater və deyir ona aid nümunələr su altında near the coast of Gujarat. Gujaratın sahilləri yaxınlığında. Coast of Gujarat, Gujaratın sahili. Near the yaxınlığında. Near the coast of Gujarat, India. These findings, bu tapıntılar suggested that, təklif edirdilər ki, a city, şəhər might have existed. Ola bilər ki, mövcud olubdu in that area, bu ərazidə thousands of years ago. Min illər əvvəl. Some walls, bəzi divarlar, roads, yollar, and tools və alətlər were found, tapılıbdı beneath the sea, dənizin altında. While some researchers believe this, bəzi araşdırmacılar believe, inanarkən this buna, could be the legendary city of Dwarka. While some researchers believe this could be the legendary city of Dwarka. Dwarka, bəzi araşdırmaçılar Dwarka şəhərin əfsanəsinə inanarkən, others, başqaları, are more cautious. Cautious, ehtiyatlı olmaq deməkdir. Daha ehtiyatlı düşünürdülər. They say, onlar deyirlər, more evidence is needed to make a clear connection. Daha çox sübut, more evidence, daha çox sübut is needed, lazımdır. To make a clear connection, yəni daha aydın bir bağlantı olması üçün. Still, bu hələ də the discovery has attracted, their kəşf has attracted, cəlb edib the worldwide attention, bütün dünyanın diqqətini, and led to further underwater study. Led to, lead, aparmaq sözünkidir. Lead to, yəni və deyir, further, daha uzaq sualtı araşdırmalara aparır. The debate continues. Debate, danışıqlar continues, davam edir. But, amma the site, yer, remain one of the most mysterious underwater location in the world. Remain, qalır, one of the most mysterious, ən sirli underwater location, sualtı, dünyanın sualtı yerləşməsi, yəni yerinin bir məskənlərindən biri kimi qalır.